Aleyküm, hardayam? Deməli, hökumət dairəsindən arxasından qalxdın, xod sənin binaları var, oradayam. Baba, 3 otaqlı, qoşadaş, kürsülü, yəni hazır köç yaşa. Yəni bundan sonra bura 1 manatda pula ehtiyacı yoxdur. Al, köç yaşa. Həyət bacı genişdir, harasa 3 maşınlıq həyəti var. Həyət çox genişdir. Yəni yan yörəsində keçməyə buradan məsafədə saxlayıb, üstün kəmərinə qədər var. Yəni buradan görə bilərsiniz. Baxın. Qaz, işıq, su, yəni hamısı var yaşayış üçün. Padvalına girib nəsə qoymaq olur. Koridor sistemlərdə evdə otaqlarda genişdir. O mətbəxinə bağlı, ölçüyə bağlı. Çox genişdir. Yəni bir dənə burada qəşəng mətbəxdədir. Ölçüləri çox yaxşıdır. Qiyməti hamısına ayırmış. Buradan gəldi. Burada da bir dənə böyük zal olur. Ölçüsünə bağlı zal. Çox böyükdür. Yəni. Qiymətinə görə qiymət haqqında məlumat verim, sonra keçim o otaqlara çəkəcəm. Qiyməti 55.000 manata. 55.000 verirsən, bir dənə 3 otaqlı ev götürürsən. Böyük kvadratda. Burada bir dənə yataq otaqlı, pəncərə arası məsafə gözlənib, kom xəttləri çəkilib. Al, köç yaşa. Bax, hamam samuzeldir. İndi bu qapıslarda qoyulacaq. Burada da bir dənə dedisk otağı. Yəni, pəncərə hamısından gün işığı içərisinə düşür. Qiyməti normaldır. Yerinə görə qiyməti yola da yaxın 156-155 nömrəli marşrutlara yaxın məsafədə yerləşir. Əlaqə saxlayın, hər qiymətə əldə evlər var. Hər qiymətə. Kim də evi satırsa xəbər eləsin, sağ olun.